Əyətullah Məhamidən Azizdən soruşdum da, o bizə bir ustadlıq eləyib. Dedi ki, dedim Allah Teala bu şeytan, mələkləri neynir? İnsan öləndən sonra. Dedi, hansı mələklər? Dedim, çiynində olan mələklər. Dedi, çiynində olan hansı mələki? Dedim, bələm adamın çiynində nə qədər mələk olurdu? 15 yaşından gəlib oturub boynumuzda, bir də öləndə düşür. Dedi, yox, elə deyil. Allah hər gün yeni mələk göndərir insana. Dünənki mələkləri işin ayırır oradan, təzə mələk göndərir. Qoy, Allah bəndəsinin o qədər mehribandır. İstəmir bunun dünənki günahına şahid olan mələk, bugünkü günahına da şahid olsun. Elə bilsin ki, ömründə bir dəfə günah elədi. Allah bizlə amma bu cürə rəftar edir, amma biz elə günah. Deyirəm, kaş heç olmasa deyəndə az şey deyil. İblis qədər biz haqq yolda inadkar olaydıq. Çünki hədislərdə var iblis, hansı şeytan bir dəfə sözündən çıxırsa